Yəqin ki, OTK-nın 11-ci illər üçün olan sınağına düşmüş bu sualı görmüsünüz. Maraqlı sualdır. Kim imtahanda iştirak eləmişdi və bu sualı yazmışdısa şərtdə bildirsin. Deməli, bu sualı adi qaydada, yəni 1/4-də 1, 4-də 3 qalır, vurulsun, 1/9-da 1, 9-da 8 qalır. Bu cür yazsaq görər ki, bir şey əldə olunmur. Amma necə yaza bilərik? Biz 4-də 1-ə 2-də 1-in kvadratı kimi, 9-da 1-ə isə 3-də 1-in kvadratı, 16-da 1-ə 4-də 1-in kvadratı kimi baxa bilərik. Məsəl üçün, 1 üçün yazsam, məsəl üçün 1 çıx, bunu yazıram 2-də 1-in kvadratı. Bu bizə nə verər? Bizə verər 1 çıx 2-də 1 vurulsun 1 üstəgəl 2-də 1. Digərlərinə bu qaydada yazsaq, onda misala birbaşa bərabər qoyub başlayıram. Deməli, birinci ilə yazıram 1 çıx 2-də 1 vurulsun 1 üstəgəl 2-də 1. Daha sonra gəlir 1 çıx 3-də 1 vurulsun 1 üstəgəl 3-də 1. Daha sonra 1 çıx 4-də 1 vurulsun 1 üstəgəl 4-də 1 və sonuncu 1 çıx 15'də 1 vurulsun 1 üstəgəl 15'də 1. Niyə 15 yazdım? Çünki 15'in kvadratı bizə 225 verər. Bu bərabərdir. Şimdi 1 çıx 2-də 1 bizə nə verir? 2-də 1. Vurulsun 1 üstəgəl 2-də 1 nə verir? 2-də 3. 1 çıx 3-də 1. 3-də 2. Daha sonra 3-də 4. 4-də 3. Daha sonra 4-də 5. Bu qaydada gedir və ən sonda 15'də 14 vurulsun 15'də 16. Bu da bərabərdir. İndi görürəm ki, burada 3'də 2, 2'də 3 bunlar bir-birinin tərsində hasil 1 verər. 3'də 4, 4'də 3 bunlar da bir-birinin tərsində hasil 1 verər. Yəni ortadakıların hamısının hasil 1 verir. Burada yalnız birinci və sonuncu kəsir qalır. Yəni qalır 2'də 1 vurulsun 15'də 16. Burada 16 ilə də 2-ni ixtisar etsəm 8 qalır. Yəni 15'də 8. Cavabımız A variantı. Daha çox üçün YouTube kanalımıza abunə olmağı unutmayın.